ən travmatik olan, bu xüsusən bölgə səfərlərində mən bunu görürəm. Yəni dəhşətli bir şeydir bu. Gərəksiz abortlar. Uzi ilə baxılıb nəsə mito görünür. Bax tam olaraq deyim bu idi. Nəsə mito görünür deyilib o uşağı aldıran ailələr var. O uşağı alınmasını tövsiyə edən həkim yoldaşlar var. Heç bir şəkildə buna xoş yanaşmamaq lazım. Bunun heç bir açıqlaması yoxdur. Yəni filan dərman içmirsən, uşaq xəstə olacaq. Hanı elmi əsası hanı onun? Filan peyvəndi vurmursan, o uşaq onsuz da xəstə olacaq deyib insanları aborta yönləndirməyin. Bu böyük bir səhvdir. İkinci tərəfdən də vicdani olaraq böyük bir vəbaldir bu. Olmaz. Bu şəkildə etmək olmaz. Yaxşımı? Mən belə kiməsə get bu uşağı aldır desəm ki, ildə bəlkə bir nəfər ya da iki nəfərə deyərik bu qədər pasiyentin içində. Mənim dediyimi belə gedin 3-4 həkimlə dəqiqləşdirin, ondan sonra bu işi edin. Əziz xəstələr, yaxşımı? Bir yoldaşımız mən belə olsa bunu desəm, bunu dəqiqləşdirmədən övladlarınızı aldırmayın. Yaxşımı? Onlar çox dəyərlidirlər. Onu əldə etmək üçün nə qədər zülm çəkilir burada görürsünüz. Siz də ən az bizim qədər həssas yanaşın məsələyə.